karavanın pəncərəsinin mənzərəsi hər gün bir mənzərəyə açılır. İndi bir qaz yandıraq, bir yaxşı çay dəmləyim sizin üçün. Zəhmət olmaz. Yaxşı bir görün ki, karavanın çayı necə bir dadlı olur. Bizim hər yerdə evimiz var. Karavanda onu deyim ki, plasmas olmalıdır qablar daha önəmlidir ki, çünki gedəndə qırıla bilər, sına bilər. Yarım milyona da karavan var. Hər kəsin istirahət anlayışı fərqlidir. Kimsə onu sakit bir evdə, kimisi uzun yolların sonsuzluğunda tapır. Bugün biz elə bir insanla tanış olacağıq ki, onun evi sadəcə 4 divardan ibarət deyil. O, bütün dünyanı öz evi sayır. Müsahibimiz hər gün səhərini fərqli mənzərələrə açan Nicat Baxışovdur. Bugün biz də onunla birlikdə karavanla bir gün keçirib, karavan həyatı ilə yaxından tanış olub və sizə də göstərməyə çalışacağıq. Nicat bəy, bilmək istəyirəm ümumiyyətlə karavanla gəzintiyə çıxanda, məsələn, gəldiniz, karavanı saxladınız, ilk iş nə olur ümumiyyətlə? Əşyalarımızı ilk növbədə çıxardırıq bayra. Bizim bu karavanın bagaj bölməsidir. Məsələn, stoldur, elektrik əşyalardır, hər şeyi yığırıq bura. Həm də yataq otağının altıdır bura. Belə. Belə. İndi bunları açacağıq. Karavanda əşyalarımız ümumiyyətlə kompakt şəkildə olmalıdır. Çünki çox böyük yer aparmamalıdır da. Baxın, bu şəkildə belə stollarımız açıldı. Artıq Yəni yığanda daha az yer tutur, amma rahatlıqla da açılır, məsələn, masa, stol halına gəlir. Biri var ki, məsələn, bu bir boyda stolu qoyasınız karavana, bu çox yer tutacaq, amma kompakt yığılır, qoyuruq bagaja. Belə. İndi süfrəmizi hazırlayaq. Bu şəkildə bizə kömək eləyək. Kömək eləyək. Artıq stolumuz hazırdır. İndi bir yaxşı samovar da dəmləyə bilərəm, karavanda çay da qoya bilərəm. Siz indi hansını istəyirsiniz, onu da edək. Bu gün hava küləkli olduğuna görə karavanda çay dəmləsəm daha məsləhətlidir. Çünki biraz görürsünüz ki, küləkdir, ocaq qalamaq falan biraz çətindir. Ona görə də karavanda rahat şəkildə çay qoya bilərik. Nicat bəy, öncəliklə istəyirəm karavan içində nələr var, ümumiyyətlə bizə bir məlumat verəsiniz. Bax, bunlar necə ərsəyə gəlib hamısı? Belə deyək, bu zavod istehsalıdır belə, amma məsələn burada nə görürsünüzsə biraz rəngləri dəyişmişəm, özümə məxsus məsələn karavan, öz eviniz necədir məsələn, mebelinizi dəyişirsiniz, ya nəsə bir əl gəzdirirsiniz deyə. Burada da həmçinin elə eləmişəm. Bu tamam fərqli bir şey idi, amma şkaflar hamısı yerində idi. Rəngləri dəyişmişəm, məsələn belə aksesuarlar qoymuşam, belə bir şeylər eləmişəm, özümə uyğun bir şey yaratmışam. Bir mətbəx üçün lazım olan hər şey var, mən elə görürəm yəni. Soyuducu da var, yoxsa? Soyuducumuz buradadır. Soyuducumuz belə. Sonra, məsələn, qazımızdır. Qab yumaq üçün belə şkafın su belə açdıq, məsələn. Da burada öncə siz su pulu vermişsiniz də, yəni karavanlarda, belə deyək. Bunların qaz su təminatını necəsə yəqin ki, bir texniki karavanda depolar var. Məsələn, burada belə qab yumaq. Hətta burada deyərdim ki, belə bir maraqlı belə şkaflarımız da var. Amma karavanda onu deyim ki, plasmas olmalıdır qablar daha önəmlidir ki, çünki gedəndə qırıla bilər, sına bilər. Amma bunlar hamısı plasmasdır belə. Bir özəlliyi də çatdırım ki, məsələn, bu şkafların qapısı mütləq şəkildə, baxın, belə knopka şəklində bağlanmalıdır. Görürsünüz, adicə gedib deyənə bunlar hamısı yerindən oynayır, düşür. Bu qapı açılsa yolda, bunlar hamısı yerə tökülə bilər. Amma bunlar hamısı bağlandı, daha açıla bilməz. Belə. Bura əyləşmək üçün belə də kiçik bir mətbəx, yemək yemək üçün. Burada bir neçə nəfər əyləşib yemək yeyə bilir? Burada məsəl üçün 5 nəfər sərbəst şəkildə, 6 nəfər biraz sıxa-sıxa əyləşə bilər. Həm də onun nəzərinizə çatdırım ki, karavanda neçə nəfər yata bilər? 2 nəfər yataq otağında yata bilər. Burada isə deməli bu stol enir aşağı, bunlar belə yığılır. Burada böyük bir yataq otağı olur. 3 nəfər də burada yata bilir. Hətta. Belə. Məsələn, bura bizim paltar şkafımızdır, belə. Burada bizim mənim paltarlarım var. Burada belə sonra belə
elektrik əşyaların falan nəsə rəfdə, şkaflardır. Sonra belə deyim. Bu hər yer yəni belə şkaf bölmələridir. Çünki meşədə filan gedəndə nəsə lazım olur. Bu yataq otağı da karavana alan vaxtı belə deyildi. Bura dizayn olaraq indi bilmirəm kimisə xoşuna gələ bilər, gəlmir, amma öz zövqümə uyğun belə yığdım, buranı düzəltmişəm. Məsələn, bu üstdəki bu otları da, burada dekorları da hamısını özümə uyğun bir şeylər düzəltmişəm. Belə. Karavan idarə edən insanlar mütləq şəkildə bunu etməlidir də. Yəni zavod istehsalı belə deyim ki, mənim fikrimcə bir vaqon tipinə oxşuyur. Amma məsələn karavanda təbiətlə onu uyğunlaşdırmalısan, ora bir zövq almalısan, onda karavan sevər ola bilərsən. İndi bir qaz yandıraq, bir yaxşı çay dəmləyim sizin üçün. Zəhmət olmasa. Yaxşı bir görün ki, karavanın çayı necə bir dadlı olur, tam fərqli olur. Mənə bir detal maraqlıdır. Buyurun. Məsələn, mən baxdım karavanın içi çox təmizdir, hər şey çox yerli yerindədir. Bizdə belə mental olaraq biraz kişilər çox da iş görməyə meylli deyirlər. Mən bilmək istəyirəm, bu qədər təmizlik və səliqə karavana məxsusdur, yoxsa siz evdə də beləsiniz? Bilirsiniz, o mənim xüsusiyyətimdir ümumiyyətlə, təmiz saxlamaq hər bir şey. Karavana qarşı isə bir başqa özəl olaraq təmizlik. Çünki bu elə bir şeydir ki, balacadır. Burada biz balaca ora çirklənsə, bura çirklənsə gözümüzdən düşə bilər. Bilirsiniz, həmişə təmiz saxlayıram ki, heç vaxt gözdən düşməsin də. Karavan ümumiyyətlə təmizkarlığı sevir belə bir şey. Məsələn, görürsünüz bu dəniz kənarındayıq, orada biz ayaqqabılarımızı çıxartdıq, gedirik içəri, yeri xalça eləmişəm. Hətta baxıllar alıram, görürsünüz dostlarla gedəndə harasa, qoyuram qapıya ki, görürəm deyirlər ki, çıxardıb geyinmək, deyirəm yaxşı, baxılınızı geyinin, girin içəri. O dərəcədə diqqət edirəm. İndi çayımız hazır olsun, sizə bir yaxşı otlu, özdə mən sevirəm belə otlu çay dəmləyəcəm sizin üçün. Onda bir çayın da dadına baxarsınız. Gəzib gəldiyiniz rayonlarda nələrsə gətirirsiniz? Məsələn, çaylara qatmaq üçün ədviyyatlar və s. alırsınız nələrsə? Ümumiyyətlə mən bax dünən Qəbələdən gəlmişəm. Qəbələnin məsəl üçün üç qulaq şirniyyatları var. Gedirəm bazarı gəzim. Karavanlarda onun nəzərinizə çatdırım ki, deməli maşın karavan var. Bir də belə dartma karavan var. Dartma karavanların özəlliyi bilirsiniz nədir? Deməli, məsəl üçün, mən getdim Laza kəndinə, Qəbələdə, saxladım orada, maşınımı ayırdım. Artıq mənim burada evim var, bildiniz. Məsələn, bazara getmək istəyirəm, maşınla getdim, bazarlığımı elədim, məsələn, şirniyyatları aldım, Qəbələnin özünə məxsus bu otlarıdır filan da aldım, gəldim, təzədən karavanım. Amma maşın karavan elə deyil. Məsələn, bütün əşyalarım bayırdadır, təzədən harasa getmək istəyirəmsə, təzədən onları yığıram içəri, ondan sonra, belə deyim də, bir də getməliyəm bazara, həmin maşınla gəlməliyəm, ona görə də elə alınmır. Ən gözəli budur. O maşın karavanlar uzaq yollar üçündür. Məsələn, tutaq ki, ölkə turuna, dünya turuna çıxırsınızsa, onda o yaxşıdır, əladır. Bizdə məsələn kirayə yoxdur karavanlar. Mən də kirayə vermirəm. Çünki bu təmizliyi qoruyub saxlamaq yəni mümkün deyil də. Yəni kirayə versəm bu qalmayacaq. Amma bizdə satışdır. Məsəl üçün 3-4 dənə karavanlardır, gəlir, satırıq, təzədən yenə gətiririk. Avropadan bu şəkildə gətirə bilirik. Çaylarımız da hazır oldu. Bir daha xoş gəlmisiniz. Çox sağ olun. Bizim belə karavanın çayının bir dadına baxarsınız. Bilirsiniz çaya dad verən nədir? Bax bu gördüyünüz mənzərə. Çox sağ olun. Çox sağ olun, xoş gəlmisiniz bir daha. Yəqin ki, təsdiqləyərsiniz də. Məsələn, biz günlük həyatımızda istisna hallarda harasa restorana falan çıxanda çay mənzərəmiz fərqli olur. Amma sizdə dəyişir yəqin ki, hər gün. Bəli, mən bir söz demişdim ki, bizim karavanın pəncərəsinin mənzərəsi hər gün bir mənzərəyə açılır da. Yəni, məsələn, bir gün çay mənzərəsi ola bilər, bir gün dağ, bir gün meşə, bir gün dəniz. Yəni, ona görə də mən deyirəm ki, bizim hər yerdə evimiz var. Məsələn, harasa gedəndə mən narahat olmuram ki, harasa qalacam, ya soyuq filan, heç nə düşünmürəm. Çünki evimi özümlə aparıram. Neçə ildir siz karavanla səyahət edirsiniz? Artıq 3 ildir idarə edirəm. Deməli, məsələn, elə yerlər var ki, ora karavan getməz, maşınla gücdən gedilər. Mən onu demişəm ki, yox, mən ora karavanla gedəcəm, oranın bir təbiətinə, gözəlliyinə baxacam. Şükürlər olsun ki, hələ bir qəza filan törətməmişəm. Amma məsələn, karavanlarda hündürlük baxımından biraz çətinlik olduğuna görə, məsələn, maşın keçir, arxası aşağı yenir, qalxır.
hərdən məsələn karavanın arxa buferini zədələmişəm, belə olub, amma böyük bir zədəm olmayıb, şükürlər olsun. Dediniz ki, 3 ildir. Bu, belə deyək, lap uşaqlıqdan, gənclikdən gələn bir sevdaydı. Onu 3 il əvvəl reallaşdıra bildiniz? Yoxsa necə başladı ümumiyyətlə bu fikir? Belə deyim ki, məsələn, biz ilk olaraq kənddə böyümüşük. Məsələn, 5-6 yaşımızda şəhərə köçmüşük. O bir genetik bir hissdir deyərdim. Amma sizə onu da nəzərdə çatdırım ki, hal-hazırda bu gün bir çox insanların maşının bagaj bölməsində stol var, çadır var. Deyərdim ki, artıq həddindən artıq çoxdur bu. Məsələn, əvvəl dəniz kənarlarında gəlirdi insanlar bir yerə bir şey atırdı, otururdu. Amma baxıram ki, artıq özlərindən stol gətirirlər, zontik gətirirlər. Belə bir şeylər sevirlər. Məndə də bu uşaqlıqdan var, maraq belə bir şeylərə. Yavaş-yavaş dedim bir karavan alım. Əvvəlcə bir maşın aldım, yığdım. Amma bizdə ona icazə yoxdur. Məsələn, hansısa bir maşını alıb içərisində ev yığmağa qəti icazə yoxdur. Çünki karavanların sənədində yazılır ki, səyyar ev. Yəni daşınan ev. Amma biz hər hansısa bir maşını alıb onun içərisini yığıb gəzə bilməliyik. Çünki onun texniki baxışı olmalıdır, o qayda düz gəlmir və bir çox şeylər var ki, o anlasız bir şey deyil. Ona görə də Uvaz markalı maşın yığmışdım, onu dayandırdım. Karavan idarə eləmək üçün nəsə xüsusi bir, belə deyək, sürücülük vəsiqəsinə bir qeydəmə ehtiyac var, yoxsa necə? Bəli. Karavanın əgər çəkisi 750 kilodan yuxarıdırsa, ona mütləq şəkildə Y kateqoriyası lazımdır. Amma 750 kilodan aşağıdırsa, BC kateqoriyasını idarə edə bilərsiniz. Yarım qoşqu sayılır artıq. İndi sizin idarə elədiyiniz, məsələn, bu və yaxud da digər karavanlar olsun, siz onları hazır əldə eləmişsiniz, yoxsa? Yox. Mən elə bir ki, onları belə deyim də Avropa ölkəsindən alıb gətirmişəm və içərisini restavrasiya eləmişəm özümə uyğun olaraq, bayaq dediyim kimi. Məsələn, baxmışam ki, bu 2005-ci ilin modelidir, amma 2005-də təbii ki, köhnədir də. Mən onu yeniləmişəm. Məsələn, rənglərini dəyişmişəm, biraz açıq rənglərə üstünlük vermişəm ki, çünki karavan biraz darısqal olduğuna görə açıq rənglər biraz geniş göstərsin onu. Belə. Sizin özünüzün ixtisasınız və yaxud da əsas işiniz nədir yəni? Mən ticarətçiyəm. Ümumiyyətlə mənim sənətim dərzidir. Mən uzun illər dərzi işləmişəm. O dərzilikdən deyim, nədənmi deyim ki, məndə bir səliqə-səhman yaranıb da, bu belə özümdə. Və sonra ticarətlə məşğul olmuşam. Hal-hazırda ticarətim var, dərzi yerimdə var. Boş vaxtlarımda da belə karavandan ailəmi götürürəm. 2 qız evladım var, Allah cəmbaları saxlasın. Onlarla gedirəm, məsəl üçün Qəbələdə idik. Bayram günləridir. İnsanlar hər kəs otel axtarışındadır, ev axtarışındadır. Amma biz gözəl bir təbiət seçdik, mənzərəmizi seçdik, dayandıq, istirahətimizi elədik, qayıtdıq, gəldik. Onlara da sevdirə bilmişsiniz artıq, belə deyək, bax bu çöl həyatını, karavanı, məsələn, demirəm ki, komfort deyil, biz baxdıq, içində hər bir şəraiti var demək olar. Yəni, necə reaksiya verdilər? Ümumiyyətlə, neçə yaşından başlamışsınız onları özünüzlə gəzdirməyə? Mən deyərdim ki, artıq uşaqlar məndə 11 yaşında və 7 yaşındadılar. Özlərini başa düşəndən artıq belə təbiətə onları sevdirmişəm. Yəni, mən Xızı zonasına biz gedirik dağa, əvvəl karavanım da olmayanda da, məsələn, öz maşınımda bulaq üstünə gedib orada bir kamplar, çadır həyatı falan belə şeyləri yaşamışam. Artıq bizim uşaqlar üçün heç bir narahatçılıq yoxdur. Onu ilk balaca yaşlarından öyrənmişəm onlara. Məsələn, uşaq var ki, gedər soyuqdur mənə filan. Artıq bizim balaca bilir ki, soyuqdursa gedib ocağın qırağında dayanmaq lazımdır. Mənə də deməyəcək ki, ata mənə soyuqdur, ya karavanın içərisində gedib əyləşəcək. Yəni bunu öyrəşib artıq deyərdim. Mən bilmirəm təsdiqləyərsiniz ya yox, demirəm ki, bizdə istirahət anlayışı yoxdur, amma qismən düşünürəm ki, məsələn, digər ölkələrə nisbətdə daha azdır. Məsələn, istirahət deyəndə bizdə siz deyən kimi ancaq yayda, nə bilim, bir həftəlik, maksimum 10 günlük harasa çıxmaq, oteldə və yaxud da bir istirahət mərkəzində qalmaq daha çox belə pasiv istirahətdir, biraz aktiv istirahət anlayışı yoxdur. Dediniz ki, məndə genetikdir. Bax, bu ətraf, nə bilim, dostlarınız, indi məsələn, yəqin ki, ailəvi yaxın olduğunuz insanlar var. Varmı ki, onların arasında, məsələn, maraqları yox idi, amma təhrik eləmişsiniz, artıq onlar da ailə ilə gəzirlər? Çox böyük marağa səbəb olub həqiqətən. Mənim sosial şəbəkələrdə paylaşımlarım, mənə həddindən artıq yazırlar ki, məsəl üçün icarə verirsiniz, ya biz gedək. Bilirsiniz, bu gün mənə çox yazırlar, amma tanımadığım şəxslərdir. Mən onlarla bilmirəm necə ünsiyyət qura bilərəm, necə ola bilər, amma yaxşı olar ki, öz tanıdığım adamlarla. Onlar məndən inciməsinlər, mən haqlıyam bu barədə. Yəni ki, mən hər adamla görürsünüz ki, yol çıxmaq biraz təhlükəlidir. Amma insanlar məsələn məni hardasa görəndə, Niko məsələn nə gözəl paylaşımları izləyirik, sən gedirsən, gəzirsən, biz istirahət edirik. Yəni bilirsiniz bu bacarıqdır da. Yəni
hər adam karavan idarə edə bilməz. Hər adam çölçülüyü bacara bilməz. Məsələn, soyuğa düşə bilərsiniz, yağışa düşə bilərsiniz, dumana düşə bilərsiniz. Məsələn, təhlükəlidir. Maşınla karavanın ölçüsü 13 metrdir. Məsələn, şəhərin içinə girirsiniz, döngələri var, hər hansısa bir maşını zədələyə bilərsiniz. Yəni bunu bacarmaq lazımdır. Çöldə məsəl üçün odun tapıb gətirmək lazımdır. Nə bilim, bir soyuqdan özünü qorumalısan. Çoxdur bunun belə. Ona görə də belə deyim, yenə deyirəm, biraz kənd üslubu deyərdim mən buna. Onu bacarmaq lazımdır. Belə. Bu məsələn tutaq ki, getdiniz, nə bilim, olsun Qəbələdir, Xızılı, getmisiniz yaxşı bir yerdə. O qızlar artıq başlayıb sizə kömək eləməyə. Bəli. Mən artıq karavanı saxlayan kimi onlar odun yığmağa gedirlər. Bir balacası hələ çox balacadır. Görürəm ki, gücü çatmır, balaca bir odun gətirir mənim üçün. Deyir, ata bax, oca odun gətirmişəm. Mən də indi uşağı biraz motivasiya vermək üçün deyirəm, əhsən sənə falan. Belə, yəni sabah yenə gətirsin də. Yəni mən desəm, bu nə odunu gətirmisən? Artıq o küsər məndən. Yəni belə stimul verirəm onlara. Olur indi məsələn uşaq da gedir, soyuğa da düşə bilər, xəstələnə bilər. Məsələn evdən mənə narazılıq da bildirirlər ki, apardın uşaqları xəstələndirdin filan. Amma inanın ki, orada gedib hava məsələn o oksigeni qəbul eləmək nə edirsiniz dəyərdə, yəni bu qidalarda filan da, yəni tam fərqlidir orada yemək yeməkdə, orada çay içməkdə. Ancaq məsələn mən hansısa bir rayondan qayıdıb şəhərə gələndə havanı şəhərin girişində hiss eləyirəm ki, məndə hava dəyişikliyi bunu hiss edirəm. Şəhərə ki 1 saat adaptasiya olandan sonra bilirsən ki, hava elə həmin havadır. Amma orada bir başqadır. Əlbəttə bir ağacın kənarında, bir bulağın kənarında oturub yemək içmək adamın nuş olur. Yoldaşınızı da sevdirə bilmisiniz bu çöl həyatını? Yox, onu heç cürə bacarmıram. Çünki bilirsiniz, çox əziyyətlidir deyən, hə? Görürsünüz ki, biraz narahatsızlıq. Bu son dövrlərdə bu yeni karavanım biraz komfortlu olduğuna görə artıq bir Qəbələdə olanda dedi ki, bu yaxşıdır, bundan hara desən getmək olar. Bilirsiniz, o birisi karavanlarda biraz içərisində biraz narahatsızlıq var, darısqalçılıq var, biraz ölçü baxımından da balacadır. Uşaqlar dəyir bir-birimizə falan, sıxılıq yaranır. Ona görə də deyirdik ki, həmişə məsələn bu biraz narahatçılıqdır. Amma bu karavan əladır. Hər dəfə məsələn tutaq ki, deyirsiniz ki, hə bu gün çıxaq harasa karavanla. Hər dəfə getdiyiniz məkanlar həqiqətən fərqli olur, amma indi karavanla məsələn deyirsiniz ki, hər istənilən yerə də getmək olmur. Necə qərar verirsiniz ki, məsələn bu gün karavanla hara gedək? Məsələn, indi sosial şəbəkələrdə baxıram, harasa bir maraqlı bir yer çıxdı qarşıma. Məsələn, YouTube-da falan da baxıram, deyirəm ki, mən bura karavandan gedə bilərəm. Məsələn, orada hansısa bir rayonda, ümumiyyətlə sağ olsun, hər bir rayonda demək olar ki, dostum, tanışım var. Deyirəm ki, məsələn, ay qardaşım, falan yerə gəlirəm, nə məsələ görürsən? Deyir, gəl, narahat olma. Yəni, məsləhət bilməsə, deyər ki, yox, sən orada karavanla dönə bilmərsən, çıxa bilmərsən, bunun uzunluğu falan var. Bir də onu deyim ki, məsələn, gəlirəm, baxıram meşəyə girəcəm. Öncə özüm gedirəm meşəyə baxıram. Görüm mən burada dönəcəm, dönüb çıxa biləcəm, yoxsa olmayacaqsa, ondan sonra ora girirəm. Yəni, kör-körana getmək olmaz. Yəni, diqqətli də olmaq lazımdır, belə başa düşürəm. Belə kör-körana idarə eləmək olmaz. Gecə sutkanın qaranlıq vaxtı olur, məsələn, meşədən çıxırsınız. Düzdür, yan işıqlar var, amma zəifdir. Mən, məsəl üçün, yanımda adam deyirəm ki, məsələn, uşaqlara deyirəm, işığı yandırırlar, mənə baxmalıyam, döngə. Bu, bilsin, elə bir materialdır ki, bu karavanlar, artıq bu zədələndisə, bu təmir olunmur. Avropada da karavanlar, zədəli karavanlar çox-çox ucuzdur. Məsələn, bir balcı cızıq düşüb yanına, məsələn, tutaq ki, bunun qiyməti 10.000 manatdırsa, avtomatik olur bu 6.000 manat. Yəni, bir balcı cızığa görə. Çünki o təmir olunmur. Onun materialı elə bir şeydir ki, nə bir qaynaq götürmür, heç bir şeydə yəni istifadə edir. Ya oranı nəyinəsə bir başqa cürə özünə məxsus restavrasiya eləməlisən, o da artıq onun görünüşünü pozur. Karavanların ümumiyyətlə maliyyəti ən minimalı neçədən başlayır? Məsələn, hansı aralıqdadır? Karavan ilinə görə qiyməti fərqlənir. Məsələn, əlbəttə 88-in karavanı var. Dostumuz ona Avropada pay vermişlər, götürüb gəlib. Düzdür, burada biraz bizim bu təmirə filana biraz xərci çıxdı. Amma təsəvvür edin ki, 88-ci ildə insanlar orada karavan idarə edirlər. Biz məsəl üçün bu günləri görürsünüz, karavan maraq gətirmişik filan. Əlbəttə, o 88-ci illə 2022-ci ilin qiyməti fərqli olacaq. Məsələn, belə deyərdim ki, yarım milyona da karavan var. Ya həqiqətən də, yəni YouTube-da izləsəz, baxsız görürsünüz ki, mən çox baxıram bunlar haqqında. Yarım milyona da karavan var. Artıq onun içərisində, necə deyim, bir hamam, tualet də belə tamam fərqlidir də. Yəni, evdə nə şərait var, yüksək səviyyədə orada da var. Məsələn, bu karavanlarda kondisioner yoxdur, soyuducu yoxdur, kondisioner yoxdur, amma onlarda var.
klimatda da, yəni son texnologiya deyərdim də belə. Amma məsələn burada 2005-ci ildə artıq qaz da belə çıx-çıxla yanır filan. Maliyyət olaraq bir müqayisə eləsək də, tutaq ki, onların ildə bir dəfə, nə bilim, bir həftə 10 günü gedib oteldə qalmaq pullarını bir hesablasaq, bir karavan əldə etmək daha mı rahatdır, yoxsa necə? Bax, mən getdim rayona, 3 gün qaldım. Mən bütün bazarlıqlı, yanacaqlı filan, hamısı bir yerdə cəmi 200 manat, 180 manata yaxın xərcim çıxdı. Amma siz getsəz, hansısa bir oteldə qalsaq, bir gününüz 280-200 manat olacaq. Bilirik də, yəni bu qiymətləri. Yəni orada da məsələn əlavə xərcləriniz filanınız olacaq, amma mənim kimi istirahət edə bilməyəcəksiniz. Orada məsəl üçün yeməkdir, hər gün eyni şeylər, çıxdınız bir balaca gəzdiniz filan. Amma mən hərəkətdə oluram, təbiətlə təmasda oluram, ocaq qalıram, gün axşam olur, maraqlı olur mənim üçün. Yəni siz otelə gedib belə sıxıcı otura da bilərsiniz, amma məsələn orada sizə nə göstərsələr onu da görəcəksiniz. Amma burada siz özünüz axtarırsınız, özünüzə bir başqa maraq qatırsınız da, bu kamp deyərdim də, kamp həyatınıza belə. Məsələn, biz bayaq adicə burada çəkiliş eləyəndə görürəm ki, insanların diqqətini cəlb eləyir, gəlib maraqlanırlar, soruşurlar. Məsələn, bax, elə adam varmı ki, gəlib sizdən soruşub, sonra eşitmişsiniz ki, o karavan aldı özünə? Olur, bəli. Mənim məsələn bir dostum var idi, demirəm, o 88-ci ilin karavanını aldı. O elə mənim həvəsimi aldı onu. İnanırsınız, qardaşı xarici ölkədə yaşayır. Qardaşına nəsə xahiş filan elədi, çox ucuz qiymətə aldı, axır gətirdi, onu bir ərsəyə çıxartdı. Düzdür, adamın vaxtı çox azdır ondan getməyə harasa. Amma deyir ki, Niko, mən bir saatda, məsələn, bir gündə olsa o karavandan harasa gedəndə elə bilirəm ki, beynim sakitləşdi, gəlirəm işimə, yenidən başlayıram da, mən elə bir cavanlaşıram belə ruhən. Belə, yəni maraqlıdır karavan həyatı çox. Bu sürücülük tərəfindən bildim, məsələn, belə deyək də, xüsusi nəsə başqa bir sənədə ehtiyac varmı karavanı idarə etmək üçün? Avtomobillərdə necədir? Siz harasa gedirsinizsə, mən sizə davernis verməliyəm də. Bu da həmçinin dövlət qeydiyyat nişanı var. Texniki baxışdan keçir, sığorta olunur, radara düşür, hətta deyərdim. Məsəl üçün, o birisi karavanımda texniki baxışın, sığortanın vaxtı keçmişdi. Gəldim, gördüm, mesaj gəldi ki, 90 manat cərimə oldum. Niyə? Biz 45 manat texniki baxış, 45 manat sığorta. Avtomobildə necədir? Bu da elədir. Əməli başlı tex pasportu var. Yəni sizdə iki qatına hesablanır. Bəli, hə. Yəni belə. Məsələn, siz harasa getmək, tutaq ki, bunu icarə verirəm sizə, ya bir dostuma, tanışıma verirəm. Əlbəttə sizə bir davernis verməliyəm sürməyə. Təbii ki, sizin Y kateqoriyanız olmalıdır. Sürücülük vəsiqənizdə Y kateqoriyası olmalıdır. Artıq bu təzəlicə belə bir tətbiq çıxıb ki, məsələn, sizin əgər Y kateqoriyanız yoxdursa, sizə ümumiyyətlə davernis verə bilmirəm. Avtomatik sistem vermir. Amma əvvəl verirdi. Çünki general davernis vermişəm adama, qalsın onda. Artıq verə bilmirəm. Çünki sistem artıq bağlıdır, elə bir şey verilmir. Mən belə ağlıma gələn fiziki, nə bilim, texniki hər şeyi soruşdum. Amma istəyirəm ki, biraz bunu duyğusal olaraq daha, siz məsələn, bu işin içində olan adam kimi bunun daha belə duyğusal tərəfinə köklənib, belə bir insanlara, demirəm, illa hamı karavan almağa məcburdur, ya gəzməyə məcburdur, amma o qədər yaxşı yerlərinə toxunasınız ki, belə insanların beynində bir formalaşsın bu. Bax, birinci növbədə deyim ki, biznes insanlar var ki, məsələn, biznes qurmaq istəyirlər. Düşünür ki, nə edeyim, necə edeyim. Mən əmin edə bilərəm ki, karavan biznesi çox gözəl biznesdir. Bu günləri mən paylaşımlarımdan görürəm ki, məsələn, mən satış eləyə bilərəm. Məsələn, artıq satdığım karavanlar var ki, onları icarəyə verirlər. Hərdən izləyicilərimə mən atır ki, bax, Niko, sən icarə vermədin, amma biz gəldik, karavanı tapdıq. Artıq biz karavanda istirahət edirik. Olub, çox olub belə şeylər. Bu bir biznesdir. Hansı ki, gələcəyi olacaq biznesdir. Məsələn, Afrem evlər bir müddət tikilirdi, hamı onu tikdi, artıq çox olduğuna görə hər yerdə var. Bu karavan çox azdır. Məsələn, hansısa bir kamp zonaları yaratmaq olar, gedəsiniz, məsələn, hansısa bir meşədə, icazəsini alasınız təbii ki, orada şərait qurasınız insanlar üçün, gəlsin karavanı heç yerə tərpətmədən, gəlsin karavan həyatını yaşasın. Bunun qanunu, belə deyək, qanuni tərəfi hər biri qaydasındadırmı? Bax, məsələn, indi siz sayısız, hesabsız yerlərə gedirsiniz, ona görə soruşuram. İndi təbii ki, hüquqşünas mövqeyindən soruşmuram. Amma məsələn, bizdə bunu bir tənzimləyən yetərli qanun varmı ki, insanlar ürək rahatlığı ilə getsin, karavanı alsın, ürəyi istədiyi yerə getsin, bunu istifadə eləsin? Bu gün bizdə, belə deyək də, qoruq ərazilərinə, təbii ki, siz avtomobilinizlə girə bilmərsiniz, mən karavanımla girə bilərəm. Məsələn, mən baxın, dəniz kənarındayıq, saxlamışıq. Bizə heç kəs gəlib bir söz demir ki, düzdür? Yəni, rahat şəkildə səyyar evim var, gəlmişəm. Amma inşallah ki, vaxt gələcək bizim ölkəmizdə də, Avropada necədir? Olacaq, bizim ölkəmizdə də olacaq. Artıq karavanı siz istədiyiniz yerdə saxlaya bilmərsiniz.
Orada kamp zonaları var. Karavanımı saxladım. Artıq oradan elektrik əldə edə bilirəm, su da əldə edə bilirəm saxladığım yerdə, kamp zonada. Məsələn, tətbiqlər var. Baxıram ki, məsələn, mən hansı tutaq ki, Qarabağımıza getmək istəyirəm. Orada bizim karavanlar üçün kamp zonaları var. Birbaşa ora gedirəm. Mən başqa yerdə dayana bilmərəm, məsələn. Təbii ki, mən indi məsələn səliqəli hər dəfə çıxanda buranı təmizləyirəm filan, baxıram ki, nəsə artıq heç bir şey qalmasın, çıxıb gedirəm. Amma məsələn insanlar da var ki, tökədə bilər, dağıda bilər. Hansı ki, çox da görmüşük də belə şeyləri. Ona görə də Avropada bir yer var ki, məsələn zibil qutusu oradadır, karavanın burada. Burada da təbiətin qoynudur. Sizə nə lazımdır, hər şey burada verilib. Belə. Sizdə yaxın qohumlar nə reaksiya verir? Bizdə məsələn adətən belədir də, gəlir hamı məsələn bunun maddi tərəflərini soruşur, sorğulur. Əsas məsələ odur baxın. Sizdə necədir vəziyyət ümumiyyətlə? Mənə də çox məsələn atam da deyir ki, görürsüz qohum artıq bundan barışıblar. Görürlər ki, yox da mümkün deyil. Sən bu qədər gedirsən, neyinirsən, 2 dənə uşağın böyüyəcək, sənin filan peşməkan bunun gələcəyi var. Mən də bunu Biz necədir? İnsan var ki, məsəl üçün sizin fikirləşmədiyinizi mən fikirləşirəm. Mən fikirləşirəm ki, mən artıq 35 yaşım var. Mən belə deyim də, üzr istəyirəm, belə keyfimdən belə şeylər eləmirəm. Mən bunun gələcəyini düşünürəm. Bir növ bir vətənini sevən oğlan kimi paylaşımlar edirəm ki, insanlar, cavanların belə şeylərə maraq artsın. Bilirsiniz, gənclər əlbəttə karavan ala bilmir, ev yox, getsin çadır alsın. Çadır məsələn 200-300 manat, getsin bir təbiətlə bir təmasda olsun, bir beyni açılsın, baxsın dənizə görsün ki, məsəl üçün bir yaxşı şeylər düşünsün. Nə qatıb məsələn? Bax sizə nələr qatıb, onu da bilmək istəyirəm mənəvi tərəfdən. Bu qədər gəzmək, məsələn, hər gün fərqli mənzərəyə oyanmaq, bir gün dəniz mənzərəsində, bir gün nə bilim göl, meşə, mənəvi olaraq. Mənim ruhən cavan qalmağım, məsələn 35 yaşım var, mən elə düşünürəm ki, mən heç vaxt qocalmayacağam. Yəni mən onu özümdə elə aparıram ki, mən yəqin ki, mən heç vaxt qocalmayacağam. Çünki hər dəfə bir eynimi açıram, fikirləşim, baxıram. Yəni mən niyə də qocalmalıyam? Belə şeylər var beynimdə. Və həmçinin də onu deyim ki, gəzintilər mənə insanları tanış edir. Ətraf qazandırır sizə. Ətraf qazandırır mənə. Mən baxıram, məsələn, belə deyək də, bir 3 gündən, 2 gündən bir siz dostlarınızla fərqli rayonlardasınız. Ailəni, uşaqları necə alışdırmısınız buna? Siz, yenə deyirəm, bu belə bir şeydir ki, deyir mənə ki, Niko, gedək də. Mən onu getməyə deyə bilmirəm də. Yəni, bizdə bu mentalitet belə bir şey var ki, deyəcək ki, bunun da bir karavanı var. Bir də xahiş elədik, aparmadı. Nə oldu? Mən peşman oldum, bir-iki dəfə dostlarımı apardım. Filankəsi apardım, bizi niyə aparmadın da? Yəni, belə deyirəm, yaxşı, hazırlaşın gedək, hazırlaşın. Düzdür, indi bazarlıq edirlər. Məsəl üçün, çox yanacağa kimi görürsünüz, deyir ki, yox da sən belə gedirsənsə. Amma gedirik ora nədir məsələn? Yemək bişirmək bacarmırlar. Odun sölçülüyü bacarmırlar. Hamısını, məsəl üçün, göstəriş verirəm, get sən o falan şeyə, get sən falan. Gedirəm, görəm, məsələn, odun gətirəndə ayağım burxuldu. Nə bilim, məsələn, görürsünüz ki, amma yenə də yekunda axşam qaydanda deyirəm ki, dostlar, necə idi, xoşunuza gəlir? Əla, istirahət elədik, hə. Yəni, bu bacarıqdır da, bunu 5 nəfərdən də getsəm, məsəl üçün, mənim vəzifə borcumdur ki, belə deyək də, onların bir ayağına daş dəyməsin, bir problem olmasın. Məsələn, xoş istirahət, onlar necə görmüşdülərsə, o istirahəti arzu eləmişdilərsə, onu da yaşasınlar. Son olaraq, məsələn, bəlkə elə insan var ki, nə vaxtsa düşünür, arzulayır bunu, amma belə cəsarət eləyə bilmir. Onlara nə demək istəyərdiniz? Mən də əvvəl elə idim, düşünürdüm ki, məsələn, bu karavanı alaram, sürə bilmərəm, idarə eləməyə çətin olar filan. Amma əgər ürəyinizdən nəsə gəlirsə, onu eləyin. Çünki həyat qısadır. Həyat qısadır və peşman olmayın. Məsələn, mən artıq arzumu gerçəkləşdirmişəm, reallaşdırmışam. Bundan o tərəfə də arzu heç vaxt xəyal eləməmişəm. Mən istəməmişəm var dövlət filan, yəni belə bir şeylər olsun. Düzdür, olmağı yaxşıdır, amma ümumiyyətlə arzu eləməmişəm elə bir şey. Mən huzurlu bir həyat istəmişəm hər zaman, amma ona da gəlib nail olmuşam. Çünki əziyyətlər çəkə-çəkə, məsələn, mənə yazırlar ki, hərdən karavanın bir 30-40 min qiyməti var, maşının bir 30 min qiyməti var, amma inanın ki, onu mən dişimlə, dırnağımla qazanmışam. O qazancda da bərəkət olub deyənə bunu gətirib çıxartmışam. Bilirsiniz nə demək istəyirəm sizə? Yəni, nə isə eləmək istəyirsinizsə, mütləq şəkildə eləyin. Sabaha qoymayın da onu. Sabaha qalsa, o artıq soyuyacaq, onu eləyə bilməyəcəksiniz. Mən də bax, bu karavan həyatını ilk olaraq balaca bir motosiklet almışdım. Yəni, lülkalı motosikletlər deyirlər. Onunla kamplara gedirdim.
inanın ki o motosikletin üstündə o qədər əziyyət çəkirdim. Hərdən deyirdim motoru işləmirdi, çırpırdım, deyirdim yox, hepsi o, getməyəcəm. Amma baxırdım ki, yox da o içində o bura gəlib çatmaq arzusu mənə deyirdi ki, yox da bu motoru düzəlt. Bu nəsə bunu elə o belə ki gəlib çatdım, şükürlər olsun ki, artıq komfort deyərdim buna. Komfort belə bir kamp həyatına gəldim çatdım. Məsələn, indi artıq karavanınız var. İstədiyiniz belə deyək də bir mənzərəyə, rayona rahatlıqla gedə bilirsiniz. Gələcəklə bağlı bunu daha bir irəlisi, bir sonrakı addımı varmı ümumiyyətlə? Bəli, varsa nədir məsələn? Bəli, əlbəttə mən bayaq da qeyd elədim ki, mən bunu keyfimdən eləmirəm. Mən bunu gələcəyim üçün eləyirəm. Məsələn, qohumlarım başa düşmürdülər, artıq ətrafım başa düşmürdülər. Yavaş-yavaş görürlər ki, hə, dəstəyi var. Mən düşünürəm ki, İnşallah ki, bir gün dövlətimiz tərəfindən də mənə diqqət qayğı göstərilər. Ümumiyyətlə turizm ölkəsinin üçün, bu gün ölkəmizin turizmi gündən-günə inkişaf edir, otellər tikilir, məsəl üçün artıq Qarabağ zonası maşallah inşa olunur. Məsələn, hansısa bir turist ölkəyə gələndə biri var ki, icarəyə hansısa bir maşını götürüb getsin. Hansısa bir turist əlbəttə ona xoş olar ki, məsəl üçün Azərbaycanın gözəl yerlərini bir karavanla gedib gəzsin. Bunu inanıram ki, çox xüsus istəyir. Hansı ki, artıq nə qədər maşından olar ki, bir ailəsi ilə getsin, kamp eləsin, həyat istirahət eləsin. Vaxt gələcək bu karavan inşallah ki, böyük bir ölkəmizdə marağa səbəb olacaq. Orada da mən bir tanınmış sima kimi nələrsə idarə edəcəm. Yəni mən ona inanıram. Təşəkkür edirik, uğurlar arzulayırıq. Təşəkkür edirəm. İnşallah ki, yeni nailiyyətlərimiz, yeni uğurlarımız sizləri də bizim dostlarımızı sevindirəcək.